Hər vaxtınız xeyir. Bugün sizə deyəcəyim piroq resepti çox gözəl bir reseptdir. Gördüyünüz kimi piroq çox gözəl yumşaq alınıb və gözəl də köpübdür. Bu piroqu mən mürəbbə suyundan və dəmlənmiş çaydan hazırlamışam. 5 yumurta götürürəm. Çaldıqdan sonra üzərinə 100 qram şəkər əlavə edirəm. 1 paket vanilin və 200 ml duru yağ əlavə edib yaxşı-yaxşı qarışdırıram. 200 ml mürəbbə suyu. Onu da yaxşı-yaxşı qarışdırdıqdan sonra üzərinə 1 stəkan dəmli çay əlavə edirəm. Gördüyünüz kimi onu da yaxşı-yaxşı qarışdırıram və üzərinə əvvəlcə 1 stəkan un əlavə edirəm. Çay qaşığının ucunda duz, yarım çay qaşığı soda, üzərinə alma sirkəsi. Bu piroqu yumşaq eləmək üçündür və yaxşı-yaxşı qarışdırdıqdan sonra üzərinə yenə yavaş-yavaş unu əlavə edirəm. Əvvəlcə 1 stəkan un əlavə edirəm, daha sonra 2-ci stəkan əlavə edirəm və beləliklə 3 stəkan un əlavə etdim. Yaxşı-yaxşı qarışdırıram, tam un həll olana qədər bu şəkildə alındı. Gördüyünüz kimi də kıvamı çox gözəldir. Yağlanmış qaba əlavə edirəm, hansı ki bişirəcəyim qaba və qoyuram sobaya 180 dərəcədə bişirirəm. Gördüyünüz kimi burada görürsünüz piroq çox gözəl köpüb, yumşaqlığını da sizə göstərirəm. Görürsünüz necə yumşaq alınıbdır. Üzəri üçün istədiyiniz kimi bəzəyə bilərsiniz. Mən üzərinə smetanla bəzədim və tam hər yerini smetan əlavə etdikdən sonra üzərinə isə daha yaxşı olsun deyə kokosla da bəzədim. Siz də istədiyiniz kimi, məsələn, şokolad qırıntıları tökə bilərsiniz. Şokolatı tyorkadan çəkib üzərinə əlavə edə bilərsiniz. Meyvə üzərinə əlavə edə bilərsiniz. Mən kokosla bəzədim üzərini və kokosla bəzədikdən sonra bir gecə qoyuram, soyuducuda qalır. Piroqu daha sonra kəsib artıq videonun əvvəlində sizə göstərmişdim necə gözəl alınır. Yumşaqlığını da özünüz görürsünüz. Çox gözəl reseptdir. Evdə olan ərzaqlarla demək olar ki, çox gözəl piroq alınır. Çay süfrəsi üçün çox dadlı olur. İzlədiyinizə görə təşəkkür edirəm. Mütləq reseptdən istifadə edin.